Videodan samsarım kanalıma ve videoma hamınız hoş geldiniz. Ben Beşra Zehra. Ay nefesim tutmadı. Bugün benim en özel günüm, benim aç günümdür. Bugün istəyirəm ki, siz de aç günümdə benim yanımda olsunuz. Yanımda değilsiniz ama her zaman qəlbimdəsiz. Buna göre de bu vlogu seçirəm ki, yani siz de mənim yanımda olun. Birisi aç günümə qeyd edək. Ben 00'da çox qəşəng mənə təbrik elədilər ailəm, dostlarım oldu, ailəm. Realdan təbrik elədim. Onun videosunu bura koyacağım. Gördüm herkesi. Duyamıyorum. Üç kelime, o da şöyle. Evli mutlu çocuk. Dostlarım da telefondan tebrik edin. Teşekkürler. Toplamda ben orada kimler tebrik edip o qeyd telefonun qeyd yerine yazıram ki, yani onların sayına bakın. Tebrik edenlere çıksın, tebrik eləməyənlər də artıq etsin demiyorum. Neyse. İndi saat hal-hazırda saat 10'da. Ben yuxudan durmuşam, yemeğimi yemişim, fizioterapi eləməmişəm. Mən təbriklərə cavab yazdım. Dünən də yazmışdım ama bugün səhər yazanlara da bugün cavab yazdım. Hər yazanlar olacaq məncə. Bilmirəm. Neyse. İndi duşa girəcəm. Bildiğiniz gibi aç günümde. Saçımı örmüştüm. Saçım böyle dağılı oldu. Belli şirindi ama bugün düpbədüz edeceğim. Ve bugün aç günümü restoranda qeyd edəcəyik. Bəli, Tornado'da qeyd edəcəyim. Mən ilk dəfə aç günümü restoranda qeyd eləyirəm. Hər şey mənim aç günüm evdə qeyd olunub. Amma bir dəfə restoranda qeyd edəcəyik. Tornado'da da demişdim mi? Tornado'da qeyd edəcəyim. Mən yadımdan çıxdı B12. Neyse, çok spoiler vermeyeyim. O da videonun devamında göreceksiniz neler olduğunu. Yine ben duşa girip gəlim. Ev tapşırıqlarımızı eləyəcəyik. Online dərsi var bizdə. Bakının bir neçə bölgəsində dərslər online olur. Forum 13 idi, nə idi? Ona görə də deyəsən, yəni. Çünki yolların bir çoxunu şagirdlər kapladığı üçün belə online dərs eləməyi ağıl ediblər. Yaxşı ki də ağıl ediblər, amma mən aç günümə düşməsinə çox bozuldum. Çünki dostlarım keçən il mənim aç günümü çox qəşəng təbrik etmişlər, amma bu il aç günüm online düşdü. Online təbrik edəcəklər artıq. Neyse. İndi mən cıdım. Can. Bir keçid eləyək. Evdə çox paranormal şeyler yaşanır əlbəttə. Ben geldim. Duşumu aldım, biraz bezendim, düzendim, geldim. Yeni saat 12:40'da biram çox keçid. 3 saat keçdi hardasa video atmağımdan. Ama yani neyse diyey. Biraz başım karıştım. Boş verin siz orasını. İndi ders edeceğiz. Online dersimizin başlamasına bir yarım saat qalıb tam. Bir dersim de çok az dürdündən çox ne eləmişim olsa bir dənə bugün rəzit eləyəcəm. Evet, sonra indi deyək abur cubur falan götürürük. Dünən mənə almışdılar, yəni 00'da açıyorum olduğu için siz orada görmüştünüz. Ve abur cubur herhalde kalmıştı yani. Onlardan getireceğim biraz. Ders edeceğiz, sonra da online derse koşulacağıq. Ve online ders bittikten sonra da bəzənib düzenleyip restorana gidəcəyik. Böyük videonun əsas şeyi yəni oradadır da, yəni gözləmədə qalın. Ay danışam mən. İndi
Lay's-lə sosumu gətirdim. Bir də kola. Kolaya ölərəm həqiqətən. Yəni kola bağımlılığı deyib bir şey var məndə. İndi isə oturaq dərsimizi edək. Ləzzətlə coğrafiya dərsi qurtardım. Müəllimlər, uşaqlar falan acımı təbrik edilər. Uşaqlar onsuz da təbrik etmişdilər. Yəni bəziləri yaxın olduğum WhatsApp-dan təbrik etmişdilər. Amma yəni orada da təbrik edilər. Bir də nə deyəcəydim? Bir dəqiqə düşünməliyəm. İndi fiziki tərbiyə dərsidir. Mən fiziki tərbiyə dərsini girməyəcəm. Çünki fiziki tərbiyə dərsində müəllim deyir ki, müəllimə həmişə müəllimə deyirəm. Çox utanc verici bir şeydir. Müəllim öyrəşib də yəni. Ona görə müəllimə deyirəm. Çünki bizim evdəki çoxu müəllimə qadın müəllimədir. Bir dənə fiziki tərbiyə müəlliməsi oğlandı. Nəysə, konu bura hardan gəldi? Nə deyirdim mən? Fiziki tərbiyə müəllimi deyir ki, məsələn, bir deyir, atır, mən basketbol demişdi. Dedi, basketbol haqqında məlumat verir. Mən də orada Jimmy'dən yazıram, oxuyuram orada. Telefondadır da, onsuz o görə telefondan oxuyuram. Bir də öncə fiziki tərbiyəyə girməyəcəm. Mamam saçımı ütüləyəcək. Bunu düppədüz eləyəcəm bugün. Zimə. Belə, hardasa indiyə qədər 25 nəfər ad günümü təbrik edib. Azdır mənim üçün, azdır. İndi saçımı açdım, saçım izinə dolaşmışdım. İndi onu açdım və artıq hazırlaşmağa yavaş-yavaş başlayırıq. Çünki biz saat 5-də çıxacağıq. İndi saat 3-dür. Saat 5-də çıxırıq ki, yəni profkaya düşməyək. Yəni mən də ad günü qızı olaraq çox gec hazırlaşacağam. Öncə indidən hazırlaşmağa başlayıram. Bir də saçımı darayım, mamam da indi saçımı ütüləyəcək. Ta-da-da-dam! Saçım necə oldum? Baxın arxadan da. Arxasını görməm. Öz görməyə çalışım. Yəni pis deyil, amma yəni mənim saçım qalın olduğu üçün qalın alındı da. Saçım incə olsaydı daha qəş olardı, amma artıq o mənim əlimdə deyil. Yəni bir də darayım bunu. Saç qıranlarımı alıb təzə durmuşdum. Yenə də görsənir. Baxın, çolkam nə qədər uzanıb. Yavaş-yavaş saçım boylu olacaq artıq bunlardan. Bəyəndim. Mamamın da əllərinə sağlıq. Yəni paltarımı geyinəndə daha da qəşəng duracaq. İndi isə paltarımı göstərəcəm. Qalma yerdə qalma yerdə olma. Gözəllər gözəl səsim nətər uşaqlar. Arxaya atımı qabaqdan qəşəng durmur. Da-da-da-tam. Donumuz belə cins bir dondur. İnşallah yaraşar. Çünki alanda yəni bir dəfə geyinmişəm. Tam yaraşarımı ona görə də əmin deyiləm. Amma inşallah ki yaraşar. Çünki yəni mən bəyəndim əslində donumu. Və mənə yaraşacağını düşündüm. İndi bir açaq. Bu arada uşaqlar, mən sabahdan sürpriz edirlər mənə. Yəni sürpriz olacaqdı. Bilmirəm amma biraz anlamağa çalışdım. Sizlə bir yerdə görəcəyik. Sürprizlərə yəni bayılırım. Biraz da ağlarım sevdim. Totu ilə bir yerdə hazırlaşırıq bu arada. Totu da burada mənə baxır. Amma maalesef ki Totunu evdə buraxacağıq. Çünki restorana pişiklərin girməsi qıdan olduğu üçün, həm də Totu səsdən qorxduğu üçün Totunu aparıb bilməyəcəyik. Totu səsdən qorxmasaydı biraz salonu kapatardım, hətta Totum üçün. Yaxşı Totu, dişləmə. İndi bunu geyinim. Belə duracaq, yəni üstümdə. Hala makyaj eləməmişəm. Makyaj eləyəcəm deyəndə ki, aslında tam makyaj sayılmaz. Biraz toxunuşlar eləyəcəm üzümə. Çünki bu gün mənim özəl günümdür. Biraz üzümə toxunuşlar eləməyə mamam icazə verdi. Sadəcə biraz eləyəcəm, yaşıma uyğun. Abartı deyil. Hətta makyaj belə sayılmaz. Çünki çox az eləyəcəm. Nəysə, belə keçid hazırlayaq. Vaxtımız var.
Gəldim. Paltarım içime çok sindi həqiqətən. Amma saçım heç ürəyimcə olmadı da, heç. Yəni oturub ağlayaram burada. Düz olmasına düz oldu, amma çox qabarıq və qalındı da saçım. Mənim canım deyil. İndi solkamı bu gidi ilə saracağım ki, yəni bəlkə qəşəng ola bilər onda. Mən indidən acmağa başladım, amma yemirəm ki, gedib orada yeyim. Çünki orada çoxlu yeməklər olacaq. İndi saçımı bu gidiyə sardım. İndi keçək üzə. Birinci nəmləndirici ilə başlayaq. Üzümü səhər nəmləndirmişdim. Hadisəyə bir 5 saat olmaz, 3-4 saat əvvəl nəmləndirmişdim, amma bir də yenə nəmləndirəcəm. Çünki bu günümdə çox gözəl olmalıyam. Nəmləndiricim. Artıq saat 16:23-dür. Biz 6-nın yarısı evdən çıxmağı planlaşdırıq ki, neçəyə saatlıq yolumuz var? 1 saat probka ilə. Evdə bəlkə hazırlaşma gedir. Günəş kremi sürtək. Şoxda əslində. Məncə sürtmə. Nəmləndirici sürtmə də sürtmədi. Çünki axşam. Axşam sürtmə. İsti olacaq özdə. Yorumlarda yazırdılar ki, istidir kondisioneri də açmırlar. Daha nə oldu o portakalı yersən sabahdan? Öyle yorumlar danışdım ki. O soğuk havalardaydı. İndi ora buzxanadır. Clear kondisioner. Soğuk havalardaydı. Soğuk havada niye isti olsun ki? Daydı isti havada isti olar da. Soğuk havada içərini isti eləyirlər. Şey cəmaət gələn uşaqsın. İndi qaşlarımı sabitləyəcəm. Bunu güzgüdə eləyib gəldim. Qaşlarımı sabitlədim. İndi isə göz altıma krem vuracağım. Uşaqlar 8% zərtqam var. Ona görə də tez telefonumu zərtqaya qoyacağım. Çünki zərtqa mənə çox lazım olacaq bugün. Ona görə üzümü özüm həll edəcəm. Sizə sonda göstərəcəm. İndi telefonu zərtqaya qoyum. Biraz da olsun, sonra görüşərik. Ta-ta-ta-tam. Hazıram. Və finish. Gördüğünüz kimi yani hiçbir şey dəyişmədi üzümdə. Çox da bir şey eləmədim onsuz da. İndi evdən çıxmağımıza az qalıb. Biraz saçımı darayım mən. Və duxumuzu sürtək. Paltarımla da uyumlu. Dolce şişə qabağına sürtəcəm. Biraz çox sürtün. Qoz çox gəlsin. Mənim üzüm acından qarnım qazınır və takis verirlər. Neyse, orada görüşərik. Həqiqətən acından qarnım qazındığı üçün abur-cubur yiyəcəm biraz. Sos yiyəcəm. Atalım. Oradan usta çox şey yiyəcəyim üçün. Attıram sadəcə. Amma saçımı bəyənmədim. Saçım pis oldu. Yarısı vermişsiniz. Benim en sevdiğim sos kesinlikle ketçuplu. Ve çıkıyoruz. Yer tökdün potya. Tökmedim. Az kalsın doğdu yadımdan çıkardı. Tutun yemeği töktüm. Sıktık. Səbirsizlənirəm. Mən çanta falan götürmədim. Elə adi özümü götürdüm. Gəldim. Çantam çox olacaq. Ay həqiqi. Gördüm də Kənanın dəxşir o boyda. Elə bu uşaqlar bu boydaydı da. Necə göstərim sizə. Bu boyda dolu çantaydı. Ne var indi mən bilmirəm. Sizinle bir yerde atacağım. Seni ister yeter bir bakışın. Bunu video çekirsen. Kara gözüm. Senden barışmak. İndi restorana geldik. Ay lift atıldı.
boss gedir. Ay da mənim mamamdır da mənim mamam. Kadruka. Aşk gözəller gözəl. Rəfiqəm. Ən yaxın rəfiqəm. Yurdaş. Yumadın nə? Nömrə 1 olan Bilgisayarlarla şov saldı. Sizin əlinize salam verir hər birinizə ilk öncə. Hoş istajlar arzulayırım. Ümumiyyətlə bugün masalarınıza xüsusi qiyməti qeyd edirsiniz. Ağır günlərinizi və yaxud da Geldiğine bak. Teşekkür ederim. Sana bir anlayalım anlatmışsınız. Herkesi çok şükür. Bu güzel günümüzde, bu güzel doğma mekanımızda, bu güzel akşamda, bu güzel günde herkese hoşçakalın. Güzel günüme bakın. Çok geçeydi. Bu da mənim tortum. Bunun səsindən danışamıram. Akşamınız xeyir olsun değerli qonaqlarımız. Xoş gördüyünüz hər günü olanlar üçün birdən təbrik edirik. Mahnımız onun üçün səslənsin. və Zəhra üçün alqışlar gəlsin. Zəhranı da təbrik edirik. Moskvada dayısı təbrikləri çatdırdı. Və izləyiciləri də salamlayır burada. Genç blogerimiz. Lalə xanım üçün alqışlar gəlsin. Təbrik edirik Lalə xanımı. Nasıl masada? Serinin almışlarını çeşitmedik ki. Yeni yaşın yeni olan yeri olur, yeni hayat nasip etsin. Her esası bəxti güzel olsun. İnşallah. Kort olduya başlıyor. Təbrik edirik Hilalə xanımına. Can sağlığı arzulayırıq. Maraqlanlar hədiyələrimi verirlər indi. Hədiyələrimi sizdən bir yerdən tutarım.
Part 1. Adile Hanım'ı bir daha tebrik ediyorum. Can sağlığı arzu ediyoruz Adile Hanım. Devam edelim dostlar. Paris Savaşı dəvət edəcəyik səhnəmizə. Teşekkür ederim. Akşamınız hayırlı olsun dostlar. Herkese hoş gördük. Bütün özel günü, doğum günü olan dostlarımızı yürekten tebrik ediyoruz. Hepinizden hoş istirahat. Sen bilemezsin ne çektiriyor. Yokluğun bana. Bilmez sorular, bizler geceler. O düşünceler, üzüntüler. Sen geçtiğimin bir parçasın. Sen geçtiğimin anlamı. Biz neler yaşadık beraber. Kalıp bir roman kitap gibi. Sen gittiğin an çaresiz kalır. Aklım karışır, rahat edemem. Moralim bozulur, canım sıkılır. Sen bilemesin daha neler. Vakti diyorum, gizlemiyorum. Sesi başlamıyorlar, her an içimdesin, her an kalbimdesin. Seni seviyorum. Var havaya, sesimiz gelsin. Bir elle tuturum. Bir elle tuturum dostlar. Çok güzelsin ama sana inanamam. Ne yapıyorsun mesela? Ah mesela ki bilesin ki şu an sen bana bela ama sana Uşaqlar, növbəti gündən hamınıza salam. Ac günüm artıq bitdi. Amma təbriklər hələ bitməyib. İndi mənim 6-cı günlər bildiyiniz kimi stepim var idi. Və stepimə ac günüm olduğu üçün tort alacağıq və kəsəcəyik orada. İndi mamamla gedirik Azlıya. Mamam biraz qabaqda düşmüş ki, çıxdım mən. Saçımı mamama dedim belə də. Bu balaca oldu. Böyle. Bir de dünən düzləşdirmişdim de. Saçımın buraları biraz yaxşı olmadı. Ama olsun. Kombinimde belə. Gidiyoruz. Hamınız gəlin, keçin belə ayaqsa durma, keçin. Mən fark edirəm. Tez get gəl ya. Kim çay içir? Kəsək, sonra çay istəyənləri alarım. Yaxşı. Bəlkə bəziləri heç çaysız içirlər. Bu fişeğini yandırsam heç olmaz. Yok hiç nolan değil, prosto soruşur orada. Kerim içeri geç Kerim, gel bu tarafa. Suya biriniz hep böyle imanısı açın. Uşaqlar, deməli, oradan çəksən.
Gənclər. Hə, mahnı qoydu. Okey, görsənir. Hayır, olacaq bu belə. Mən seyirəcəm belə. Gəlin bu tələsənləri yola salaq. Hadi be, Elviyon. Bu arbinələri gətiribsən. Giden pot diye. Siz oturun. Ne olur siz tələsiniz. Siz tələsən bir oynamda oturun. Bir sene bıçak olar. Duvarda oturun. Peki bunlar gəlsin. Bizim İndi setten çıktım, geldim mamamın yanına. Şimdi Megastore'dayım, biraz pazarlık edirik. Sonra gideceğiz eve. Ben paxla seçsin. Biraz mamam seçsin ama biraz da ben seçsin.